Akşamınız hayırlı olsun. Beni izleyen veya benim paylaşımlarıma kıymet veren bütün dostlarımı salamlayıram. Yeni ilin gelmesine bir neçə saat qalıb. Ben de istedim ki öz dostlarımı bu münasibətle tebrik edim. Yeni il elbette ki bir təqvimin değişim ilidir. Yeni təqvimin başlayacağı bir ildir. Diğer bütün başka onun mənaları bizi çok da maraqlandırmır. Ancak yeni təqvim ili hayatımızın bir hissəsinin geride kaldığı ve yeni hisselerinin başlayacağını təyin eden bir təqvim değişimidir. Ona göre de bu günü qiymətləndirmək, bu günü qeyd etmək maraqlıdır. Ben ta uşaqlıqdan yadımdadır biz yani lap körpəlikdən yeni ili qeyd edərdik. O vaxtlar biz kənddə bu şam ağacı bəzəməsi bizdə bizim kənd və ətrafında iynə yarpaqlı ağaclar demək olar ki yox dərəcəsindəydi. Sadəcə bəzi yerlərdə, qayalıq yerlərdə ardıc bitərdi və biz də yadımdadır çox çətinliklə olsa bizim kənddə olanlar, kənddə yaşayanlar bilirlər. Demək Ağqumun alt tərəfində var idi. Bir də Çıngıl adlandırdığımız yerdə, bir də çox az belə deyək, demək səhv eləmirəmsə Şəfinin dərəsi tərəfdə o yamacın aşağı hissəsində ardıc kolları qalmışdı. Biz də gedərdik o çətin, əl çatmaz yerlərdən bir koldan bir gücümüz çatan bir qanadı qırardıq və gətirib onu bəzləyərdik. O vaxtı indiki kimi əlbəttə ki bolluq değildi. Biz şam ağacını nə ilə bəzləyərdik? Əlimizə keçən şirniyyat, konfetləri bağlayardıq ipinə. Oyuncaqlar çox az evlərdə o vaxt oyuncaq olurdu və mənim uşaqlıq illərimdən deyirəm, bu 70-ci illərdən danışıram. Yəni kənd yerində belə şeyləri tapmaq biraz çətin idi. Ona görə də biz meyvələri düzərdik və çox maraqlıydı da yeni ildən qutarandan sonra yeni il deyək ki ayın 1-də, 2-sində, 3-ündə o şam ağacının üstündəki meyvələri, şirniyyatları öz aramızda bölüşüb yeyərdik. Çox maraqlı olardı. Yeni ildə atam bizə hər il hədiyyə alardı. Çox gözəl. Yadımdadır, yəqin ki mənim yaşıtlarım da xatırlayarlar, hətta qonşu uşaqlar da xatırlayar. Rəngbərəng rezin demək uzunboğaz çəkmələr gətizdirirdi, xüsusilə Rusiyadan poçtla. O vaxtı bu işi təbii ki poçtun müdürü olduğu üçün atam bilirdi və kənddə bizə və bəzən də indi kimin imkanı çatır onlara poçtla nə isə sifariş verib gətirərdi və hər il demək olar ki bizə rəngbərəng uzunboğaz çəkmələr gətizdirərdi. Digər hədiyyələr və bizi bu yeni ildə atam sevindirərdi. Mən də öz uşaqlarım olandan sonra çalışmışam ki hər il yeni ili qeyd eləyək. İstər Türkiyədə olsun, istər Moskvada olsun, yaşadığım illərdə və elə Azərbaycanda olsun biz qeyd etmişik. Yəni demək istəyirəm ki bunu bəzi belə deyək, indi onların da fikirlərinə təbii ki mən hörmətlə yanaşıram, amma bəzi xüsusilə dindar kəsim belə deyək ki bu yeni ili qeyd etməyək, bu xristianların bayramıdır və s. Bunlar bizi o məsələnin dini tərəfi, filan kəsin bayramıdır. Onlar məni maraqlandırmayıb heç vaxt. İndi də maraqlandırmır. Dediyim kimi bu bir təqvim dəyişimidir. Yeni bir təqvimin başlandığı gündür. Həyatımızın bir hissəsini geridə qoyduğumuz, yeni bir hissəsinə başlayacağımız günü təyin edən bir yeni ildir və bir bayramdır. Və ümumiyyətlə götürəndə mən həmişə demişəm, məni tanıyanlar bilirlər, bayramlar nə qədər çox olarsa o qədər yaxşıdır. Onsuz da insanların qayğıları var, onsuz da insanlar çətinliklərlə mübarizə aparır. Yəni bayram nə qədər çox olarsa insanların heç olmasa müəyyən vaxt olsa üzü gülər, əylənər, bir-birinə xoş əhvalla demək görüşər, görüşəndə üzləri gülər. Bax bu bayramların çox olması yaxşıdır. Allah Teala bizlərə, xalqımıza, istəyənlərimizə həmişə gözəl bayramlar nəsib eləsin.
Yeni güzel nice güzel yeni iller karşılayak can sağlığıyla, xoşluqla, canımız sağ olsun, əhvalımız yaxşı olsun, neçə yeni illər qarşılayaq istəyənlərimiz, əzizlərimizlə bərabər. Hamınızı bir daha qarşıdan gələn 2026-cı ilin yeni il münasibətilə təbrik edirəm. Yeni ildə sizə bol-bol uğurlar arzulayıram. Ən birincisi, möhkəm can sağlığı arzulayıram. Xəstə olmayın, heç kim olmasın xəstə. Möhkəm can sağlığı arzulayıram. İşlərinizdə uğurlar arzulayıram. İnşallah həyatınız hər zaman gözəlliklərlə dolar, hər zaman xoş əhval-ruhiyyə ilə yaşayasınız. Sağ olun, Allah'a emanet olun.